AFAQ Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi kənd təsərrüfatı sahəsində qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Paşa Holdingin dəstəyi ilə həyata keçirilən layihədir. Layihə, ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərin fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında məhsuldarlığın və gəlirin artırılması, həmçinin qadınları sahibkar fəaliyyətlərə təşviq etmə məqsədi daşıyır. AFAQ, qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırır, həm özlərinin, həm də ailələrinin sosial rifahının yaxşılaşmasına imkan yaradır. Ağdam rayonunun Mahrızlı kəndində yaşayıram. 10 ildən artıqdır ki, heyvandarlıqla məşğuluq. Peşəm müəllimlik olsa da, 9 ilə yaxındır ki, arıçılıqla da məşğulam. Goranboy rayonunun Xəngərbənd kəndində yaşayıram. Heyvandarlıq təsərrüfatı ilə məşğul oluram. Süd və süd məhsullarının istehsalçısıyam. Mən Əliyeva Aynur, Kürdəmir rayonunun Bağman kəndində yaşayıram. Artıq 13 ildir ki, öz fərdi təsərrüfatımda quşçuluq, heyvandarlıq, əkinçilik, bağçılıqla məşğul oluram. Quşçuluqla və taxılçılıqla məşğul oluram. Bu sahələri inkişaf etdirmək üçün texniki vasitələrə ehtiyacım vardı. AFAQ layihəsinə müraciət elədim, təlimlərə qoşuldum. Sertifikatla təlimlərdən keçdik. 3 gün Kürdəmir rayonunda nəzəri təlimlər keçdik. Bir gündə Qax rayonuna praktiki təlimə getmişik. Təlimlərə məndən başqa 9 qadın da qoşulmuşdu. Onlara da arı ailələri və arı avadanlıqları verilib. AFAQ layihəsi çərçivəsində təlim modulunu uğurla başa çatdırdım və AFAQ layihəsi tərəfindən texniki dəstək aldım. 15 arı ailəsi, 1 bal süzən aparat və 2 arıçı geyimi. Təsərrüfatımda dünyada ən südlü cins heyvan sayılan Holstein Frisch inəyini saxlayıram. Mənə elə gəlirdi ki, mən heyvandarlıq haqqında hər şeyi bilirəm. Ancaq AFAQ layihəsi çərçivəsində rayonumuzda xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə iştirak etdim və heyvandarlıqda bilmədiyim sahələrdə biliyimi inkişaf elətdirdim. Keçən il AFAQ layihəsinə müraciət etdim. Yem-üydən aparat, bir də süd sağan aparat verdilər. Əl əməyimiz azalıb, ona görə heyvanlarımızın sayında da artım var. AFAQ layihəsi çərçivəsində quşçuluq təsərrüfatı üzrə quşlar üçün qəfəs, yem-üydən maşın, su qabları və yem qabları ilə təmin olundum. Mənə 5 arı ailəsi, 10 arı yeşiyi, bal süzən, numərədən və üst toru verilib. AFAQ layihəsi çərçivəsində mənə yem-üydən aparat verildi. İl yarımdır ki, mən AFAQ layihəsi tərəfindən yem doğrayan aparatla təmin olunmuşam və bu aparat da mənə böyük dəstək olmuşdur. AFAQ layihəsi mənə paslanmayan materialdan iş masası, süd təknəsi, bir də rəflər verdilər. Yəni bu məhsulların daha da keyfiyyətli, daha da gigiyenik şəkildə ərsəyə gəlməsində mənə lazımı köməyi etdi. İstehsalıma lazım olan sütü mən çalışıram ki, rayonumun kəndlərində yaşayan qadınlardan alım. Yəni ki, mənim qadınlarla işləməyimin səbəbi budur ki, burada mən qadın kimi qazanıram, eyni zamanda qadın fermerlər də öz ailəsi üçün qazanır. Yəni mən qadınlarla həmrəy olmağa daha üstünlük verirəm. Layihəyə müraciət etməmişdən 12 baş heyvanımız var idi. İndi 17 başdır. Hələ artırmaqda fikrimiz var. Əvvəllər 20-25 litr süd sağırdıq. Heyvanlarımızın sayı artdığına görə 35-40 litr sağırıq. Dəstəkdən sonra quşlarımın sayını 20-dən 180-ə çatdıra bildim. Layihədən dəstək aldıqdan sonra il yarım ərzində mən arıçılıq təsərrüfatımı xeyli genişləndirə bildim. Hər arı pətəyindən 4 kiloqramdan 15 kiloqrama qədər məhsuldarlığı artıra bildim. Məhsullarımın istehsalın 50% artımına nail oldum. Təsərrüfatımızda olan 6 baş heyvanların sayını 10 baş heyvana çatdırdıq. Artıq biz həm ətlik, həm südlük məhsulların istehsalı baxımından heç bir çətinlik çəkmirik. Kənddən şəhərə, yarmarkalarına da dəvət alırıq və məhsullarımızı orada da sata bilirik. AFAQ layihəsi sayəsində mən öz təsərrüfatımı genişləndirdim və bundan çox məmnun qaldım.
AFAQ layihəsinə qoşulduqdan sonra mənim təsərrüfatımda məhsuldarlıq 2 dəfə artmışdır. Bu sahəyə ayırdığım vaxt, zaman itkisi isə 2 dəfə azalmışdır. Müharibə bölgəsində yaşayırdıq. İndi şükür torpaqlarımız azad olub. AFAQ layihəsi də bizi buracan zəhmət çəkib, əziyyət çəkib bizi tapdılar. Bizə dəstək verdilər. Biz də öz təşəkkürümüzü bildiririk. AFAQ layihəsi bizim kənddə yaşayan fermer xanımlarımızın uğurlu bir yolunun başlanğıcı oldu. 2020-ci ilin yanvar ayında start götürən AFAQ layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində qadın fermerlərlə mütəmadi görüşlər təşkil olunur, fermerlərin ehtiyac qiymətləndirməsi sorğuları aparılır və təsərrüfatlarına baxış keçirilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən AFAQ layihəsi bundan sonra da qadın fermerlərə dəstək olacaq.